Fələstində hərbi təlimlər görmüş, inqilabçı Deniz Gezmiş 4 Amerikalını qaçırmaqla Türkiyənin gündəmini dəyişir. Amerika və İsrail yubanmadan məsələyə müdaxilə edir və Türkiyədə 12 mart 1971-ci ildə ordunun əli ilə çevriliş edirlər. Deniz Gezmiş yaxalandıqdan sonra silahdaşları İsrailin İstanbul konsulu Efraim Elromu qaçırır və Deniz Gezmişin azad edilməsini, əks halda isə konsulu öldürəcəklərini bildirirlər. Amerikanın əli ilə həmin günlərdə baş nazir postuna yerləşmiş Nihat Erim konsula əsir alanların təcili təslim olmalarını tələb edir. Konsul öldürülür və ardınca Nihat Erim də Deniz Gezmişin edam əmrini verir. Bir neçə il sonra Deniz Gezmişin dostları Nihat Erimi də tapıb öldürürlər və ardınca yenə Amerika Türkiyədə ordunun əli ilə çevriliş edərək vəziyyəti ələ alır. Bu hadisənin maraqlı tərəfi isə budur ki, 1971-ci ildə Deniz Gezmiş və dostları edama aparılarkən Deniz Gezmiş dostu Hüseyn İnana "Yoxsa qorxursan?" deyə sual etmiş, Hüseyn İnan isə ona tərəf dönərək "Biz qorxunu Kərbəlada buraxdıq" şəklində cavab vermişdi.